Fərid Əsgərov, sən çox yaxşı bilirsən ki, bu iki adam, həm Ceyhun, həm də ki, Əli Nağıyev, Bəylər Əyyubovun nökərləridir. Onları ora Bəylər Əyyubov vasitəsilə təyin olunubdur. Bəylər təyin edibdir. Sən də bunları çox yaxşı bilirsən. Sən necə bunları İlham Əliyevdən gizlədirsən? Ya qorxursan, deyirsən ki, yox, qoy mən yerimi bərkidim biraz, ondan sonra güclənim, ondan sonra Əliyevə söz deyə bileyim. Belə olmaz axı. Bu oyunlar gedir. Sənin prezidentin alçaldılır. Bu oyunlara necə sən şərait yaradırsan, necə göz yumursan? Sənin telefon nömrən məndə yoxdur. Telefon nömrən olsa, sənə zəng edərəm, deyərəm ki, nə oyunlarda oynuyorsunuz mühacirlərlə siz? Demirəm, mühacirlərə kimsə pul ötürür. Xeyr, belə bir şey yoxdur. Belə bir şey yoxdur. Biz, şəxsən mən, Məhəmməd, alnımız təmiz, tam tərtəmizik, başqaları da həmçinin. Sadəcə olaraq, yəni biz görürük ki, Əliyev Ceyhun üçün, Əli Nağıyev üçün vozduqdur. Vozduqda yox, özləri qəsdən nələrsə edirlər, provokativ hərəkətlər edirlər, qızışdırırlar, oyunlar oynayırlar. Mən oyunlardan başım çıxmır da, yəni bəlkə onlar, yəni bu ənənəvi KGB adətidir, KGB prinsipləridir, praktikasıdır. Siz daha yaxşı bilərsiniz. Fərid Əsgərov, sən daha yaxşı bilərsən. Sən də xarici kəşfiyyatdan gəlmirsən də Dövlət Mühafizə Xidmətinə. Elə deyilmi? Amma mən bilmirəm o oyunları. Amma oyunlar gedir. Və bu oyunlar da Əliyevin ailəsinin başında çatlayır. Bizim həyatımız sonra təhlükə altına düşür. Nəyə görə? Hə? Biz istəmirik ki bunu. Biz istəmirik, mən istəmirəm. Mən düşünürəm ki, Mehman da istəmirdi bunu. Tutun qulağından da, Əli Nağıyevin qulağından tutun. Deyin, bunlar nədir oyun oynuyorsunuz? Əli Nağıyev sizə başqa məruzə eləyəndə, DTX-dan başqa izah verir ki, əslində cənab prezident filandır. Tək onu dinləməyin də. Oyunlarında iştirak etmiş şəxsləri orada cəlb eləyin. Belə olmaz, belə dövlətin İqtisadiyyat Nazirliyinə deyərsən ki, belədir, su idarəsinə dözərsən. Dövlətin təhlükəsizlik xidməti dövlətin ana sütunudur. Dövlətin marağına xidmət eləməlidir. Mən, Tural, ora qayıtmaq istəyirəm ki, bax, istər o Mirşahin olsun, istər Azərbaycan mediası olsun, dövlət təhlükəsizlik xidmətində danışın, sizi qaralayacaqlar. Şarlinski haqqında danış, sizi qaralayacaqlar. Sokar haqqında danış, minlərlə trol gələcək. Anar haqqında danışın, Əlizadə haqqında minlərlə trol gələcək. Adil Əliyev haqqında danışın, o şəhid ailələrini, Adil Əliyev, o kim ki yemləyir şəhid ailələrində, o şərəflərini satan bəzi insanlar var, onun ətrafına toplaşıblar. Onları şəhidlər xiyabanına çıxardıb özünə dəstək istəyəcək. İndi mən səslənmək istəyirəm. Ay şərəfsiz, bir qiriyyət Adil Əliyev. Ay şərəfsiz, bir qiriyyət Əli Nağıyev. Prezidentiniz bu günlərim sizin tapdaq altındadır. Prezidentinizin gəlinin şəkillərini, videolarını, keçmiş əri ilə olan şəkillərini paylaşırlar. Niyə biriniz çıxıb şəhidlər xiyabanında Adil Əliyevə səslənmək istəyirəm? Amma qiriyyət. Niyə yığmırsan ətrafına, başına o geydirmə o şəhid ailələrini? Niyə yığıb aparıb prezidentə dəstək vermirsən? Niyə prezidentin gəlini mühafizə eləmək istəmirsən? Niyə onun qorunmasına ötəri çıxmırsan? Heç birinizin vecinə deyil. Nə prezident, nə prezidentin ailəsi, nə onun nəvələri, nə onun övladları, nə gəlinləri. Sözüm can ondadır ki, İlham Əliyevi heç kəs vecinə almır bu hakimiyyətdə. Mən bir tərəfdə İlham Əliyevə ürəyim ağrıyır. Belə cındır vəziyyətə düşdüyünə görə. Yox, söz deyəcəm. Bir tərəfdən İlham Əliyevə baxıram, ürəyim ağrıyır belə cındır vəziyyətə düşdüyünə görə. Bir tərəf deyirəm ki, bu şərəfsizə yaxşı olur. Çünki bizim yüzlərlə jurnalistimiz bu günlərim həbsdədir. Ona fikirlər deyirəm ki, yaxşı olur bu şərəfsən. Bir tərəfdən ürəyim ağrıyır ki, bu qədər şərait yaratacaq Tural. Elə bil ki, sən özünsən də ətrafında olan insanların hamısına şərait yarat, milyonlar qazanmasına icazə ver, ailələri, övladları, nəsilləri, nəticələri, kötücələrinə hamısına pul qazandır da, doğulmayanların adına bank hesabında milyonlar yatsın. Axırda heç kəs səni müdafiə eləməsin. Cındır kimi qalasan ortada. Mən buna cındır kimi qalmaq deyirəm ortada. Bax, Mirşahin DTX-nın nökəridir. Demirəm, polisin nökəridir orada. Konkret DTX-da Dövlət Təhlükəsizlik Xidmətinin Əli Nağıyev, Ceyhun Şadılınski tərəfindən. Biz DTX haqqında danışırıq. Hər həftə, hətta elə olur ki, bir həftədə 2 dəfə mənim, Məhəmmədin şəkilləri qoyulur. Bizim haqqımızda vətən xainləri, ora, bura. İndiyənə kimi heç Mehmanın adı heç yerdə yox idi. Heç zaman Mirşahin Mehmanın şəklini qoyub, Mehman haqqında danışmazdı. Mehman Zeynov başladı
Əli Nağıyev haqqında danışmağa. İlhamı da deyirdi, Mehriban haqqında deyirdi. Mehribanın qızları haqqında Mehriban videolar çəkirdi. Mirşahinin vecinə deyil idi. Başladı Əli Nağıyev haqqında videolar çəkməyə. Mirşahin çıxartdı, Mehman Hüseynov ermənidir. Onun anası, nə bilim, video paylaşdı, ermənidir. İlham Əliyev, Mirşahin səni qoruyur, yoxsa Əli Nağıyevi qoruyur? Hə? Yalandan qabağında gəlib yaltaqlanmaqla deyil. Sənə yaltaq suallar verməklə deyil. Sən də hələ bir onu allanırsan. Sən özünü, sən nə bilim, loxluyurlar da səni. Hələ bir qayıdıb bunu yenə çağırır öz məclisinə, müsahibə, jurnalist məclisinə. Mirşahini də, keçən dəfə də Mirşahinin arvadını çağırmışdı. Və bu dəfə də deyir ki, Mirşahin bilir, bu yollar belə idi. Boynunu yerə soxum, sənin başqa şey demirəm mən. Mən tərəfdarı deyiləm ki, prezident haqqında belə söz deyim. Elə şeylər mən biri var ki, prezident bilməyə. Mən daha gözünə soxuram bunun. Siqnallar verirəm. Bundan xəbəri də olmur. Deyə bilməzək, xəbəri yoxdur. Xəbərin yoxdur, bəs mənə yaxşı. Bax, mənə xəbərin yoxdur da, bizdən sənin xəbərin yoxdur, hə? Bəs niyə mənə 14 il həbs cəzası verirlər? Mən yoxam da, mən yox adama 14 il həbs cəzası verirlər. Məndən xəbərin yoxdursa, niyə acıq çıxırsan məndə? Məndən xəbərin yoxdursa, adam göndərsən. Öldürməyə çalışırsan. Xəbərin var da, bunlardan xəbərin var. Yoxdursa, onda da nə prezidentsən? Kül belə prezidentin başına. Tural, indi ikinci məsələ gəlmək istəyirəm. Az öncə dedim ki, birinci məsələ və ikinci məsələ gəlirəm. İkinci məsələ mənim öz şəxsi analizim bundan ibarətdir ki, bu Əli Nağıyevin planıdır. Əli Nağıyevin planıdır, Şadrinskinin planıdır. Heydər Əliyevin arvadının keçmişinin çıxması məsələsi, onların planıdır. Onların özlərinin planıdır və bu plan gerçəkləşdirilir. Mənim versiyam bundan ibarətdir. İkinci versiyam bundan ibarətdir. Plan gerçəkləşdirilir, şəkillər ötürülür, paylaşılır rahat şəkildə. Zəmin yaradılır ki, Əli Nağıyev özünü İlham Əliyevə göstərsin. Neynədilər? Bizim haqqımızda, sənin haqqında 14 il, 6 ay, mənim haqqımda 6 il, 6 ay, digərləri haqqında 17 il, Qabil haqqında, Məşəd haqqında, digərləri haqqında, hamı haqqında hökm çıxarıldı. Əli Nağıyev nə qalacaq indi? Deyəcək ki, oldu bu hadisə, özümü göstərməliyəm. Nə qaraq? Məsəl üçün, Tural Sadıqlıya qarşı sui-qəsd, Məhəmməd Mirzəliyə qarşı sui-qəsd, Mehmana qarşı sui-qəsd. Vidadi İskəndər necə öldürdülər o vaxtı, o COP29 zamanında. Göstərdi özünü ki, bax, nəsə bir önəmli bir şey olmalıdır ki, onun dalıcan Əli Nağıyev özünü göstərsin. Neynədilər? Heydər Əliyevin arvadının şəkilləri, keçmiş əlinə olan görüntüləri, filan bəs məkan. Okey, Əli Nağıyev üçün nədir bu? Bomba kimi sürpriz, əla. Başda indi Əli Nağıyev kimisə sui-qəsd olacaq. Mən görərsiniz indi siz. Ya kişi olacaq, ya kimsə vurub öldürəcəklər Avropada. Əli Nağıyev, yenə də bir nəfər öləcək. Əli Nağıyev deyəcək ki, mənə deyəcək ki, cənab prezident, oldu bu hadisə və biz bu tədbirlər gördük. Mənim nailiyyətimdir. Öz nailiyyəti olaraq bunu İlham Əliyevə sırayacaq. İlham Əliyev deyir ki, bilirsiniz də, o da lobdur da. O məsələdə Heydər Əliyev olsaydı, yəni balaca Heydər demirəm, amma keçmiş Heydər Əliyev olsaydı, o bir tərəfdən qəbul etmək lazımdır ki, İlhamdan da, indiki hakimiyyətdən də, indi hakimiyyətə təmsil olunanların ağıllı olub. Çox ağıllı adam idi o. Yəni hər kəsi necə lazım idi idarə etməyi bacarırdı. Hətta ona kərək gəlmək mümkün deyil. Kərək gəlmək mümkün deyil. İlham Əliyevə gəlib deyiləndə ki, Əli Nağıyev, cənab prezident, vaxt birini öldürdük, sakitləşdirik, durmadan biz eləyəcəyik, narahat olmayın. İlham Əliyev qaqaş mal soxan adamdır, qaqaş iynəyən adamdır. Bütün günü içib kayıfdan adamdır. İlham Əliyev budur da. İlham Əliyev gör nə qədər nə cındır günə salıblar ki, o bədbaxtdır. 66 il, 65 il gözlə burnunu çəkdirməklə. Axırda qocalan vaxtında get arvad sənə desin ki, gəlin sənə desin ki, bu nə burundur? O da desin ki, deyir o qocalan yaşında adamlar uşaqlaşar, gənc belə deyir, o baş gedər də, o hamı qocalacaq, biz də qocalacaq. Yəni bilmirik biz haramız kəsdirəcəyik, amma yəni İlham Əliyevə deyiblər ki, bu nə burundur? O deyib ki, yaxşı gəlin kəsdim, gəlinin sözü ilə. Bax, İlham Əliyev başa bilirdi ki, bu qız nədir? Tural, mən sözə qayıtmaq istəyirəm. Mən təxmin edirəm ki, İlham Əliyev bilirdi ki, bu qız nədir? Çünki o qədər də abırsızlıq edib Heydər Əliyevə toy etmədilər.